olmasa, Allahın varlığını ne üçün danırsan? Çünki Allahın varlığına dair, Azad, Allahın varlığına dair dəlil yoxdur. Deyəcəksən insan varlığı bunu biyologiya net bir şəkildə izah edir. Deyəcəksən kainat, qulaq as da, sualı verdin qulaq. Deyəcəksən bütün kainatın da Big Bang-dən tut da kvant mexanikasına qədər fizik izah edir. Tanrıya nə kimi ehtiyacı var? Çünki Tanrının özü belə sənin inandığın Allah, İslamın Allahı. Bir ton məntiq xətası ilə üzləşdiyimiz Allahdır. Çünki niyə bilirsən? Sən Quranı oxumamısan. İslamın ortaya qoyduğu Allah anlayışından xəbərin yoxsa. Var, desən var, deyəcəksən yox. Bax, mən sənə bayaq sən başqa cür danışırdın da, bilirsən də Azad. Mən də əsəbimə qapılıb, emosiyama qapılıb, başqa söhbət edib, ailəmi qatardım, dava düşərdim. Ehtiyac yoxdur. Biz saf adamlar deyil Azad. Mən Quranı da yaxşı bilirəm. Hətta biraz da cəhd eləsəm hafiz sertifikat alırım. O qədər ayət bilirəm. Biraz da cəhd eləsəm katolik kilsəsindən də sertifikat alırım. Çünki İncili də yaxşı bilirəm, Bibliyanı da yaxşı bilirəm, Tövratı da yaxşı bilirəm. Sən onların heç birini oxumamısan. Orada nə qədər anormallıqlar olduğunu fərqində deyilsən. Yəni bir Quran-ı Kərimdən sən gətirib 20 dənə ayəti qalıb sən heç birini qəbul eləməyəcəksən. Bilirsən niyə qəbul eləməyəcəksən? Deyim sənə. Azad. Ha, buyur. Azərbaycan kişisən, Azərbaycanlısan, Qafqazlısan. Bir Qafqazlı onu rahat həzm edə bilməz, orada elə şeylər var ki. Qadın istismarı, məsələn, bax biz savaşda olmuşuq. Bizim ordumuz olub savaşda, bizim döyüşçülərimiz olub savaşda. Biz erməni sivillərinə qarşı zorakılıq tətbiq eləmişik qardaş. Qadınlarına aparıb cari eləmişik, saxlamışıq, bir-birimizdən dəyişdirmişik, yox. Onu ancaq düşmən eləyərdi, biz eləmədik. Azərbaycan kişi belə bir şey eləməz. Razısan? Orasını bəli. Amma mən dindar olsaydım, İslam şəriətinə uyğun yaşamalı olsaydım, mən onu eləyə bilərdim. İndi mən də sizə sual verirəm. Nisa surəsi 24-cü ayət deyir ki, sizə qadağan edildi evli qadınlar almaq, cariyə istismar. Hoş gördük əziz və dəyərli dinləyicilər. Bugünkü podcastimizdə yenə qarşımızda internetin yaratdığı dahilərdən biri, fəlsəfədən, elmdən və tarixdən bixəbər olduğu halda özünü akademik sanan o məşhur Çevik bəy var. O, bu dəfə qollarını çırmalayıb, eyni anda həm kvant fizikasına, həm bioloqa, həm də İslam hüquqşünasına çevrilib. Ay aman, Çevik bəy və kvant fizikası, atalar çox gözəl deyib. Dəvəyə dedilər boynun əyridgir, dedi haram düzdür ki boynum dəyir olsun. Adamın nə fəlsəfəsi düzdür, nə məntiqi, nə də elmi. İzlədim o videonu. Bəsit manipulyasiya, anaxronizm, yəni dövrləri səhv salma, bir də dəhşətli bir siyentizm, yəni elmpərəstlik xəstəliyinə tutulub. Özünü o qədər çox bilmiş göstərir ki, psixologiyada buna Dunning-Kruger effekti deyirlər. Yəni adam o qədər cahildir ki, cahil olduğunun belə fərqində deyil. Elə gəl onun o elmi iddialarından başlayaq. Böyük bir qürurla deyir ki, Allahın varlığına dair dəlil yoxdur. İnsanı biologiya, kainatı Big Bang və kvant mexanikası izah edir. Tanrıya nəyə ehtiyac var? Sanki elmdən Allahı bir-birinə rəqib görür. Bu, intellektual bədbəxtliyin zirvəsidir. Fəlsəfədə buna kateqoriya xətası, yəni mexanizmlə yaradıcını səhv salmaq deyirlər. Çevik elə bilir ki, elm kimin və niyə suallarına cavab verir. Xeyr, elm necəni öyrənir. Oxfordun məşhur riyaziyyatçısı Professor John Lennox'un möhtəşəm bir sözü var. Deyir, mən avtomobil mühərrikinin necə işlədiyini, daxili yanma fizikasını kəşf edirəmsə, bu mühərriki dizayn edən Henry Ford'un olmadığını sübut edir? Təbii ki, yox. Kvant fizikasını tapmaq Allahı kənara qoymaq deyil, Allahın yazdığı kodları oxumaqdır. Fizika qanunları öz-özünə heç nə yaratmır. Tənlik öz-özünə kainat yarada bilər? Elə gəl onun o elmi iddialarından başlayaq. Böyük bir qürurla deyir ki, Big Bang-i, yəni böyük partlayışı ateizmə dəlil kimi gətirir. Ay sağ ol, bax cəhalət burada partlayır. 20-ci əsrin əvvəlinə qədər Karl Marx kimi bütün ateistlər əzəli və sonsuz kainat modelinə inanırdılar. Çünki kainatın başlanğıcı olmasaydı, yaradıcıya ehtiyac qalmayacaqdı. Amma Big Bang sübut elədi ki, zamanın, məkanın və maddənin mütləq bir başlanğıcı var. Məntiq elmindəki kəlam kosmoloji arqumenti nə deyir? Başlanğıcı olan hər şeyin bir səbəbi olmalıdır. Kainat yoxdan yaranıbsa, onu yaradan o maddədən, zamandan və məkandan asılı olmayan üca və şuurlu bir iradə olmalıdır. Big Bang Allahın varlığını elmi şəkildə sübut edən ən böyük kəşfdir, bizim Çevik isə bunu öz ateizminə dəlil sanır. Gülməlidir valla, gülməlidir. Sonra qəfildən o elmi pərdəni atır və keçir qabardılmış egosuna. Deyir ki, mən Quranı, İncili çox yaxşı bilirəm. Biraz cəhd etsəm, hafiz sertifikatı alaram. Hafiz sertifikatı, elə bilir hansısa peşə məktəbindən qaynaqcı sertifikatı alır. Ay bədbəxt, hafiz olmaq Quranın 604 səhifəsini, 6000-dən çox ayəsini ərəb dilində, təcvidlə beyninə həkk etmək deməkdir. Sən gedib rus dilində ya da Azərbaycanca 2 dənə quru tərcümə oxumaqla özünü alim sayırsan, buna atalarımız yarımçıq molla dindən edər, yarımçıq təbib candan deyib. Tibb Universitetinin kitabını alıb evdə oxuyan adam cərrah olub adam kəsə bilər? İslamı anlamaq üçün təfsir, əsbab-ı nüzul, üsul-i fiqh bilmək lazımdır.
Çevikin isə bunlardan xəbəri sıfırın altındadır. Bax, elə o sıfır savadla keçir ən çirkin manipulyasiyaya. Elmdə dayana bilmədiyini görüb başlayır milli hisslərlə oynamağa. Deyir ki, biz Azərbaycan kişisiyik. Qarabağda erməni qadınlarına zorakılıq etdikmi? Yox. Amma şəriətlə yaşasam edə bilərdim. Bax, bu iyrənc bir duyğu istismarıdır. Əvvəla, mən bu fəlsəfi sualı o ateistə verirəm. Sənin fəxr etdiyin o qadınlara mərhəmət etmək əxlaqının kökü hardan gəlir? Əgər sən dediyin kimi Allah yoxdursa və biz meymundan təkamül etmişiksə, təbiətdə obyektiv əxlaq yoxdur. Təbiətdə güclü zəifi əzir qaydası var. Əgər Allah yoxdursa, qadına təcavüz etməklə ona kömək etmək arasında kainat üçün heç bir fərq yoxdur. İkisi də sadəcə kimyəvi reaksiyadır. Azərbaycan kişisinin qanında olan o mərdlik 1000 ildir genimizə hoplan İslami fitrətdən gəlir. Sən İslamdan əxlaq borc alıb İslamı vurmağa cəhd edirsən. Qaldı ki, onun şəriət buna icazə verir yalanına. Tamamilə yalan və iftira. Həzrəti Mühəmməd və xəlifələrin İslam ordusuna qoyduğu qanun qılınc kimi kəskindir. Döyüşməyənlərə, qadınlara, çocuqlara, qocalara, məbəddəkilərə toxun, ma, ya, cağ, sı, nız. Şəriət heç vaxt sivil xalqın evinə girib onları əsir almağa icazə verməyib. O ki qaldı bugünkü dövrə, bu adamın fiqdən, yəni hüquqdan qəti xəbəri yoxdur. İslamda əhdə vəfa, yəni dövlətin bağladığı müqaviləyə əməl etmək fərzdir. Bugün Azərbaycan dövləti Cenevrə konvensiyasına imza atıb. Bütün İslam alimlərinin icmasına görə əskərin beynəlxalq müqaviləni pozub əsiri cariyə kimi evinə aparması İslam şəriətinə görə qəti haramdır. Çevik, get heç olmasa bir hüquq kitabı oxu. Və gəldik o əsas məsələyə. Hədəfə götürdüyü Nisa 24-cü ayə. İddia edir ki, İslam düşmən ordunun evli qadınlarını istismar etməyə icazə verir. Çünki ayədə evli qadınlar qadağandır, cariyələr istisna deyilir. Bax, Çevikin fırıldaqçı üzünün tam açıldığı yer buradır. Ayəni tarixi kontekstdən qopardır, kəsir və cəmaatı alladır. Qulaq asay ateist. 1400 il əvvəl hərbi əsir düşərgələri yox idi. Düşmən qadın əsir düşəndə onun bütpərəst eri ya döyüşdə ölürdü, ya da düşmən tərəfdə qalırdı. Əgər İslam desəydi ki, bu qadının o bütpərəstlə nikahı hələ də qüvvədədir, bilirsən nə olacaqdı? O qadınlar müsəlman cəmiyyətində ömür boyu evli hesab olunacaq, heç kim onlara rəsmi sahib çıxıb ailə qura bilməyəcək və o qadınlar hüquqsuz, tənha, acınacaqlı vəziyyətdə qalacaqdı. Deməli, Nisa 24 əslində köhnə və mənasız nikahı qüvvədən salır ki, o qadın subay statusu alsın və ona himayədar oluna bilsin. Bəli, və Çevik elə qələmə verir ki, güya qadın tutulan kimi ona təcavüz edilir. Külliyən yalan. İslamda istibra qanunu var. Əsir qadınla cinsi münasibət dərhal qadağandır. Ən azı bir ay başı dövrü keçməlidir ki, onun əvvəlki erindən hamilə olmadığı bilinsin, nəsəb təmizliyi qorunur. Amma Çevikin ən böyük saxtakarlığı nədir bilirsən? O Nisa 24-ü oxuyur, amma düz onun ardı olan Nisa 25-i cəmaatdan gizlədir. Niyə? Çünki Nisa 25 onun o istismar yalanını məhv edir. Allah Nisa 25-də nə deyir? Deyir, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehirlərini, yəni toy hədiyyələrini gözəl şəkildə verin. İslam onları istismar etməyi yox, onlara mehir verib, rəsmi nikah kəsib, xanım statusuna yüksəltməyi əmr edir. O cariyədən uşaq olanda isə qadın avtomatik ümmülvələd olur, azadlığa çıxır. İnanılmazdır. Adam bir ayəni kəsib doğrayıb, dinin xəbəri olmayan gənclərin beynini necə yuyur? Bəli, bu pop ateizmin klassik taktikasıdır. Cəhalətlə silahlanıb, emosiyalardan manipulyasiya edirlər. Lakin haqqın və elmin işığı gələndə onların bu qaranlıq yalanları sabun köpüyü kimi partlayır. Müsəlman gənclər öz dinini bilsin. İslamın elmi, fəlsəfi və hüquqi təməlləri sarsılmazdır. Çevik kimilərin qışqırığı isə sadəcə öz intellektual çarəsizliklərinin səsidir. Möhtəşəm təhlil idi. Hörmətli dinləyicilər, gördüyünüz kimi cəhalət hər zaman faktların qarşısında diz çökməyə məhkumdur. Həqiqətin ardınca gedin, kitablara sarılın. Növbəti buraxılışda görüşənədək.